Salam dostlar. Deməli bu gün nə edirik? Çangan 205 modelini irəli geri hərəkət elətdirəcəyik pult vasitəsilə. Bunu necə edəcəyik sizə göstərəcəm. İlk öncə gördüyünüz kimi bir dənə sizə göstərim. Maşın sönülüdür, qapısı da bağlıdır. Oradan da görünür həmçinin. Deməli gəlirik bura. Pultumuzun üstündə deməli bu işarə var, görürsüz. Bagaj elə basıb 2x-nə olan. Ona bası saxlayırıq. Hər iki komplektasiya, daha doğrusu yəni il üçün uyğundur. Deməli buna bası saxlayırıq. Gördünüz. Avarenlər yanacaq. Deməli maşın xoddandır, əlimizi buraxırıq. Belə bu tərəfə keçək. Yəni görün. Deməli maşını açmaq düyməsinə basanda qarşıya gedəcək. Skors keçdi, gördünüz. Məsələn, qarşıya sürə bilirik. Məsəl üçün gəldi. Sonra bununla geri basırıq. Skors keçdi və geri getdi. Bu qədər. İndi bunu necə elədiyimizi sizə göstərəcəm. Buradan belə basırıq. Həmçinin söndürə də bilirik. Gəldik bura. Qapını açırıq. Bəli, biz bunu necə elədik? İndi sizə göstərim. Gəlirik maşına. Maşın qoşduq. Özüm görürəm. Bunu açandan sonra gəlirik bura. Bicycle nəsə ona. Gəlindən sonra girdik bura. Deməli buradan üçüncü olan Çincə yazılana gəlib giririk. Çincə yazılana girdikdən sonra belədir ekran. Gəlirik axıra. Burada remote access var. Buna basırıq. İndi məndə açıq idi. Girəndə buna gəlsiz bura. Qəbul eləmək olmur. Belə aşağı edirsiniz və bunu qəbul edirsiniz. Qəbul edəndən sonra göstərdiklərimi edirsiniz. Pultda bir də pultda göstərim. Pultda deməli bu düyməni basıb saxlayırsınız. Avarenlər yanana qədər. Avarenlər yanandan sonra deməli siz açmaq düyməsindən qarşıya, yəni sol düymə ilə qarşıya, sağ düymə ilə isə geriyə eləyə bilirsiniz maşını. Bu da çox gözəl funksiyadır. Həqiqətən bilməyənlər eləsin. Videoya like atmağı, kanala abunə olmağı unutmayın. Görüşərik.